Növbəti gün və növbəti vloqa xoş gəlmişsiniz. Bu vlogda biz Amsterdamda keçirəcəyimiz bir gündən bəhs edəcəyik. Hazırda qatar stansiyasına gedirəm. Hava yağışlıdır, amma yağış cəketi almışam və onu geymişəm. Videomuz davam edəcək. Hazırda qatara çatmağa çalışırıq. Qatarı 2 dəqiqə ilə buraxdıq, təəssüf ki, qaçırdıq. İndi növbəti qatarı gözləyirik. O isə 30 dəqiqə sonra gələcək. Hazırda qatar stansiyasındayıq. Görəm. Bunu birini 3 avroya aldım. Dünən Utrechtdən. Bizim pulun təxminən 5 manat civarı bir şey eləyir. Yağışdan qorunmaq üçün çox yaxşıdır. Çünki Hollandiya dəhşət yağışlı bir ölkədir. Belə, hazırda uşaqlarla gözləyirik növbəti qatarı. Je hebt 12 broodjes gemaakt? Je hebt 2 Hazırda növbəti qatardayıq. Amsterdama gedirik. Bir qatar dəyişməliyik. Səsdən əmin deyiləm, səsim gəlir yoxsa yox. Çünki içəridə çox səs var, qatarın da öz səsi var. Ona görə belə. Hazırda Amsterdama çatdıq. Amsterdam mərkəzi qatar stansiyası. Mənim bu Amsterdamda ilk gəlişimdir deyə. Yəqin ki, ən sadə turistik yerlərə gedirsəm, ən məşhur Dam Square və s. Özümdə artıq bir neçə qeydlər aparmışam hara gedəcəyimə dair. Ona görə də artıq yollanırıq. Belə. Və qatar stansiyasından çıxan kimi sizi bir qoxu qarşılayır. Bu xoş gəlmisiniz qoxusu. Yəqin ki, başa düşənlər başa düşdüm. Nəyi nəzərdə tuturam. Hava burada çox soyuqdur. Baxmayaraq ki, bugün iyun ayının 8-idir. Hava burada həqiqətən də çox soyuqdur. Hazırda məşhur, Amsterdamın məşhur Dam Square, yəni ki, Dam meydanındayıq. Və mənim ev yoldaşlarım. How do you like Amsterdam? It's really crowded here. I don't like Yeah, it. you don't like it? No. I like it, but it's so windy. It's better. Okay. Let's look up as the beaches. Like we're going only the way you ask, so you can lead it. Bence burada da oynayalım. Və Amsterdam kanalı. Burada dəhşət bir güclü yağış yağmağa başladı. İnanılmaz leysan tökür. Wow, yəqin ki, görə bilirsiniz. So the place that you Bu yağışda ancaq bu kömək eləyir. Nə qədər kömək eləyə bilirsə, o qədər. Və demək olar ki, artıq yağış kəsir. Baxın, havanın burada bu qədər dəyişkən olduğunu deyəndə bunu nəzərdə tuturam.
leysan yağardı və indicə yağış demək olar ki, kəsdi. Və beləcə tez-tez dəyişir. 5 dəqiqə öncə də gün çıxmışdı. Hazırda görürsünüz binaların başında belə bir qarmaqlar var. Bunun səbəbi isə maraqlı bir səbəbi var. Deməli, əsas səbəbi ondan ibarətdir ki, burada binalarda normalda pilləkənlər çox dar olur və lift olmadığına görə, yəni 3-4 mərtəbəli binalarda da kiçik. Ona görə pilləkənlərlə və s. ev əşyaların, mebellərin daşımaq, yuxarı qaldırmaq mümkün deyil. Ona görə də bu qarmaqlardan istifadə edərək ip vasitəsilə çöldən mebelləri və s. yuxarı qaldırırlar və pəncərədən içəriyə salırlar. Belə bir maraqlı faktdır da sizlə bölüşmək istədim. Hazırda yağış kəsməsinə baxmayaraq hava kifayət qədər soyuq və küləklidir. Bu qarşıda gedən 2 dənə zibil kloku isə like. This is close here. But we can go from that way, no? Tomorrow. Wait. Yes. Yeah, I was telling that these trash bins are my homemade. Yeah, but they already know you from other vlogs. Aha, belə. Hazırda belə bir antikvar mağazaya gəlmişik. Hazırda belə bir parka gəlmişik. Amsterdamın mərkəzində. Baxmayaraq ki, hava soyuq və yağışlıdır, kifayət qədər insan var. Və bu da maraqlı faktlardan biridir. İndi də yağış başladı. Bu havada həqiqətən də gəzmək üçün heç də əlverişli deyil. Ümumilikdə Holland parklarını göstərmək istəyirəm. Bu parklar barədə, Avropadakı parklar barədə əslində mən Almanya videomda danışmışdım ki, burada zaten daş mərmərlərdən yox, təbii torpaqlardan, daşlardan, meşələrdən, qumdan istifadə edirlər. Bu da onun nümunələrdən biridir. Həqiqətən də sanki meşə effekti var. Və beləcə Amsterdamda bir gün vlogumuzun sonuna gəldik. Düzdür, məncə çox video çəkə bilmədim, ona görə ki telefonumun yaddaşı doldu təsadüfən, gözləmədiyim halda və zaryadkam da bitmək üzrə idi. Ona görə bəzi getdiyim yerlərdən videolar çəkə bilmədim, amma ümumilikdə bu video Amsterdamda keçirdiyim bir günü özündə əks etdirdim. Hazırda burada çox səs-küydü deyə söhbəti çox uzatmaq istəmirəm. İndi özüm də qatar stansiyasının qarşısındayım. Artıq qatara minməyə gedirəm. Buna görə də vağzala daha doğrusu. Hazırda vağzalın qarşısındayım və günü buradaca bitirirəm. Videoya baxdığınız üçün təşəkkür edirəm.